Bilirsiniz ki, bugünkü günü Chevrolet modelinin qızdırmağı bir mənalı şəkildə şayə şəklində qloballaşıb. 8-9 il bu sahə üzərində praktikası olan bir usta kimi gəlin bu problemə bir mənalı şəkildə aydınlıq gətirək. Bax, avtomobilin üzərindən çıxan antifrizin keyfiyyətini ölçəcəyik və yeni antifrizin keyfiyyətini ölçəcəyik və arasında olan fərqi göstərəcəyik. Bu avtomobilin üzərindən çıxan keyfiyyətsiz antifrizdir. Yaxından zəhmət olmasa, çığı da gətir. Bax, sadəcə olaraq bu avadanlığa ehtiyac yoxdur. Gözünüzlə görsəz, görəsiniz ki, antifriz pastan ibarətdir. Məntiqən bunun qaynaqlanma səbəbi nədir? Bunun qaynaqlanma səbəbi antifriz prospekti keçəndən sonra antifrizin daxilində olan ki, kislorodlu maye antifrizin mühərrikin başlayır bütün detallarını yeyib bu cür pas yaratmağa. Necə ki, sürətlər qutusunun mühərrikinin bir prospekti var, antifrizin də bir prospekti var. Bir prospektdən sonra bu antifriz dəyişməlidir. Yəni bu kamerası adadır. Işıq çək. Bax. Bu hansı şeydir? Hə, bax gördünüz. Çətinlik də olsa göstərirəm. Bu antifrizin üzərindən çıxan keyfiyyətsiz antifrizin keyfiyyətidir. Normalda isə antifriz keyfiyyətli olan zaman qıpqırmızı olmalıdır ki, antifrizin soyutma mayesinin keyfiyyəti var. Bu da illərdir müştərilərimizə təklif etdiyimiz, illərdir Chevrolet modelinə istifadə etdiyimiz antifrizin keyfiyyətidir. Vallahi billahi heç bir reklamla əlaqəsi yoxdur. Sadəcə olaraq bilin ki, sizin avtomobilinizin üzərinə tökdüyümüz antifriz keyfiyyəti buna məxsusdur. Bunu da göstər. İşığı çək. Görürsünüz, dərəcə tamamilə qızarıbdır. Bu nə deməkdir? Antifrizdə yetərincə keyfiyyət var. Yəni, hər bir avtomobil bugünkü gün nəinki Chevrolet modeli, ümumi bütün marka model fərqi yoxdur. Necə ki, sizin avtomobillərinizdə sürətlər qutusunda, yenə deyirəm, mühərrikdə bir prospekt var ki, o prospektdən sonra sürətlər qutusunun yağı, mühərrikin yağı dəyişilir. Soyutma sistemi mayesi də bir prospektdən sonra dəyişməlidir. Bu tökülən hər bir antifrizin üzərində olan keyfiyyətdən asılıdır. İndi kimsə çıxıb deyəcək, mən 100 min sürmüşəm, 200 min sürmüşəm, sürə bilərsiniz. Sadəcə olaraq bugünkü günü sizin mühərrikinizin ömrü 5 ildirsə olur 2 il, 10 ildirsə olur 6 il. Hər bir avtomobil bugün mühərrikində sürətlər qutusununda dağılma səbəbi birbaşa olaraq sizin şərhlənkarlığınızdır. Sürətlər qutusunun yağını dəyişmək, sürətlər qutusu dağılacaq. Mühərrikin yağını dəyişmək, mühərrik dağılacaq. Antifriz sisteminin mayesini dəyişməyin, termostatı sıradan çıxacaq, pompanı sıradan çıxacaq. Məntiqən özünüz analiz etsəz, bu cür problemlərin qaynaqlanma səbəbini tapa bilərsiniz. Mən də sadəcə olaraq analiz etməyə sizə kiçik bir dəstək göstərdim. Öpürəm, özünüzdən müğayət olun. Gələn hər bir antifriz, hər bir avtomobil, üzr istəyirəm, artıq axşamdır, yorğunçuluqdur. Gələn hər bir avtomobilin bu vəziyyətdə biz keyfiyyətini, antifrizin də, sürətlər qutusunu, mühərrikin də keyfiyyətini yoxlayırıq ki, bu barədə problem yaşamayasınız. Öpürəm, bağla.